Hər vaxtınız xeyir olsun, hörmətli TV1 televiziyasının tamaşaçıları. Hamınızı salamlayıram. Bəzi yaradıcı insanlar var ki, onlar daima kadr arxasında olsalar da, söhbət əsasən rejissorlardan gedir. Amma onların işləri hər zaman üzdədir, onlar görülür, baxılır. Və bu günləri bu silsilədən, bu yönümdən olan maraqlı bir qonağımız var. Rejissor Elvin Mirzəyevi sizə təqdim eləmək istəyirəm. Salamlayıram sizə Elvin. Studiyamıza xoş gəlmisiniz. Çox sağ olun, çox minnətdaram sizə. Təşəkkür edirəm ki, dəvət eləmisiniz. Mən təşəkkür edirəm ki, studiyamıza gəlmisiniz. Elvin, mən bildiyim qədər sizin həm tamaşalar, həm filmlər, həm televiziyalarda, həm beynəlxalq festivallarda iştirak eləyib, Almaniyada beynəlxalq festivalın diplomantı olmusunuz. Əsərləriniz, yəni tamaşalarınız Almaniyada, Rusiyada, Ukraynada, İranda, Çexiyada və bir çox ölkələrdə nümayiş olunub. Amma həmçinin də bununla bərabər siz həm də kino rejissorusunuz. Yəni filmlər çəkirsiniz. Bu iki dilemanın arasında qalmaq çətin deyil. Gəlin yaxından tanış eləyək. Tanış olaq tamaşaçı. Gəlin yaxından tanış olaq. Əslində mən belə fikirləşirəm ki, rejissor adının bir məzmunu vardı. Onun adı rejissordur. Və o heç bir bölümlərə bölünməsə daha yaxşıdır fikirləşirəm. Əslində kino rejissor, teatr rejissoru, televiziya rejissoru və yaxud da hər hansısa bir rejissor çərçivədə olması daha yaxşıdır. Amma bu mənim şəxsi subyektiv fikrimdir. Fikirləşirəm ki, harda rejissor olaraq mənə daha xoşdursa, yəni harda mən özümü ifadə edə bilərəmsə, harda mən daha rahat özümü görə bilərəmsə, hansı mövzuda fərqi yoxdur. Artıq onun platforması səhnədir, ekrandır və yaxud da hər hansısa bir meydandır. Yəni yaradıcı adam yaradıcı adamdır. Hə, mən özümə sərhəd qoymuram və inanın heç ondan da heç çəkinmirəm, utanmıram da. Yəni mən tədbir də qura bilərəm, yəni konsert də qurmuşam, təqdimatlar da eləmişəm, klip də çəkmişəm, reklam da çəkmişəm. Yəni hər şeyə özümü belə uyğun bilirəm və heç bir şeyi özüm üçün belə bir tabu qoymuram da ki, yox mən bunu eləmərəm və yaxud da mən buna özümü layiq görmürəm və yaxud da bunu mən özümdə heç təsəvvür eləmirəm. Düşünürəm ki, əgər mənim adım rejissordursa, rejissor olaraq nə təklif olunursa və o təklif olunan müstəvidə mən özümü xoşbəxt hiss eləyə bilirəmsə, ifadə eləyə bilirəmsə, kiməsə nəsə deyə bilirəmsə, özüm üçün nə isə yeni aşkar eləyə bilirəmsə, aça bilirəmsə, o zaman mən o işi görürəm. Elvin, siz yaradıcılığa teatr rejissoru kimi gəlmisiniz, yoxsa kino rejissoru kimi? Mən ümumiyyətlə keçmiş musiqiçiyəm. Mən bunu bilmirəm. Mən pianoçuyam, bəli, və mən diplomlu pianoçuyam. Yəni mənim ilk peşəm pianistdir. Sadəcə yəqin bu genetik informasiyadır, həm də mən nə qədər çalışdımsa da, əslində yaxşı bir musiqiçi, pianoçu kimi də perspektivlərim var idi və mən o musiqini qoyub artıq teatr, incə sənət, yəni o da incə sənətdir, amma artıq başqa bir platformaya gələndə çoxları mənə dedi ki, çox heyf, çox təəssüf, yəni sən itirəcəksən, bəli, udacaqsan. Yox, nəinki mən itirmədim, mən hətta daha özümü zəngin hiss elədim. Pianoçu kimi mən konsertlərdə çıxış eləyirdim və bilmirəm, indi Polad Bülbüloğlu o zaman hətta nazir idi və konsertlərin birinə gəlmişdi və o deyirdi ki, çox istedadlı yeniyetmədir və mən əminəm ki, böyük musiqiçi olacaqsan. Amma mən özümü hər dəfə onu bir tərəfdən görürdüm. Yəni siz fikir verirsiniz də, səhnəyə pianoçu çıxır və ancaq bir bucaqdan onu görürlər. Ekran isə, səhnə isə, ekran isə hər tərəfli, yəni kamera səni hər bucaqdan görə bilir. Səhnədə də düzdür, ümumi plan olsa da, amma orada da sən tamaşaçının ovcundasan və tamaşaçı səni hər müstəvidə görə bilir və tamaşaçı səni seçir. Yəni musiqiçi olanda o səni dinləmək məcburiyyətindədir. Amma sən ekranda olanda və yaxud da səhnədə olanda
o səni müxtəlif rakurslardan seçə bilər və sən çox vaxtı bilmirsən o hansı bucaqdan səni seçir və hansı bucaqdan özü üçün hər hansı bir nəticə götürür. Ona görə ilk dəfə mən o rampanı görəndə, o priboru görəndə, işıq priborunu görəndə mən başa düşdüm ki, işıq avadanlığını görəndə mən başa düşdüm ki, deyəsən mənim elə ruhum burdadır da. Və musiqi ondan sonra mənə çox kömək eləyir. Çünki mənim filmlərimi və yaxud da tamaşalarımı görən insanlar, onlar musiqini xüsusi qeyd eləyirlər və bu da yəqin ki, mənim əvvəl musiqi təhsilli olmağımdan Düzdür, gəlir. mən sizin musiqi təhsiliniz, o təhsili olduğunuzu bilmirdim, amma yəni musiqi zövqünüzə bələdəm və biz bir neçə layihələrdə bir yerdə çalışmışıq sizinlə. Yəni Və çox şadam mən verilişlər buna olub məndə və hətta tamaşaçılar üçün bir sirri də açım ki, hətta mənim çəkdiyim bir filmdə, yəni Greenwich Meridiandan kənarda filmində siz baş rola çəkilmişdiniz və mən çox necə deyirlər, heyranlıqla baxırdım sizlə Rafael İskəndərovun tandeminə. Çox maraqlı idi. Yəni mənim üçün də bir yenilik idi və necə deyirlər, bir rejissor olaraq amma birdən-birə aktyor kimi çəkilmək bu çox maraqlı idi. Çox minnətdaram Yusif. Mən Mən minnətdaram. həyatımın da bir mərhələsində o film bir iz qoyub, belə əsaslı bir iz qoyub. Çünki mən onda teatr platformasında bəzi işlər görürdüm və o işlərin içərisində artıq kino bucağından və hətta aktyor kimi özünü görmək çox maraqlı idi. Çox minnətdaram Mən ki, minnətdaram. o vaxtı Mən minnətdaram. belə bir seçim eləmişdim. Mənim xatirimdə çox yaxşı qalır hər bir demək olar ki, günümüz. Elvin, mən səhv eləmirəmsə bir 35-ə yaxın tamaşa qoymuşam. 35-ə yox, düz 30 tamaşam var. 30 tamaşanız Hə, var. 30 teatr tamaşalarım var və indiyə qədər gedəni var hətta. Arşın Malalan musiqili Arşın teatrda, bəli, o mənim quruluşumdadır. İndiyə qədər də 2009-cu ildən bu günə qədər səhnədə gedir məhz bu Çox versiyada. maraqlıdır Tamaşa. ki, bu şeyləri necə çatdırırsınız hamısını tamaşa. Hətta kukla tamaşası da mən qurmuşam. Kukla teatrında Kukla da mənim teatrında. tamaşam olub. Və orada da mən özümü janr çərçivələrinə sığışdırmağı sevmirəm də. Yəni komediyada, dramada, faciədə belə hər müstəvidə fikirləşirəm ki, axı bu özü çox maraqlıdır. Bəli. İnsan özünü tanıyınca, özünü içəridən, hansısa bucaqlardan görüncə o yəqin ki, daha çox özünü kəşf eləyir, daha geniş dünyanı görməyə başlayır. Tamamilə razıyam. Azərbaycan kino və teatr tarixində bir çox belə rejissorlar olub ki, məsələn bir istiqamətə, yəni bir janrda işləyən belə Arif Babayev, Tofiq Tağızadə və sairələri və çox maraqlıdır ki, bu adam özün hər bir sahədə, hər bir janrda yoxlayır və necə deyirlər, yaradıcı adam, bayaq təkrarçılıq olmasın, yaradıcı adam hər bir işdə necə deyirlər, yaradıcı adamdır. Əslində bu həm də çox çətindir də, həm də o mənada çətindir ki, sən zaten hər bir platformada həm varsan, həm də yoxsan. Yəni çox adam belə düşünür ki, mən ancaq teatrdayam və kinoda yoxam və bəziləri elə bilir ki, mən kinodayam və teatrda yoxam. Amma bunların hamısını birləşdirəndə görürsən ki, sən hər yerdə varsan, eyni zamanda da hər yerə tam bağlı deyilsən də. Bilmirəm bu yaxşıdır ya pisdir. Amma sərbəst olmaq bəli, məsələsi. sərbəst ola bilirsən də. Bu zaman sən heç bir çərçivədə artıq olmursan, mənə elə gəlir. Elvin, keçək filmlərə, mən sizin sənədli filmləri də görmüşəm və sizin 3 tam metrajlı filminiz, 2 serialınız mövcuddur və həmçində sənədli film. Sənədli filmlərim daha çoxdur. Daha çoxdur və mən bunları görmüşəm və çox maraqlıdır ki, Azərbaycanın bu qədim abidələri, etnoqrafiyası sahəsində çoxlu işləriniz gedib. Mən görmüşəm bunları və çox maraqlı işlər idi və mənim üçün çox belə qeyri-adi gəlirdi ki, kino rejissoru, yəni rejissura ilə məşğul olan adam, yəni sırf bədii filmlə məşğul olan və teatrla və sənədli kino ilə məşğul olan, bu da
necə deyərlər, başqa bir sahədir. Tamamilə bədii kinodan və teatrdan fərqlənən bir sahədir, baxmayaraq kino olsa da. Amma yenə də açığını sizə deyim, mən sizin filmlərə baxırdım və tamaşaçı kimi necə deyirlər, zövq alırdım o işlərdən. Onun sözünüzə qüvvət Yusif. O belədir ki, bəzən belə təsadüfən də görürsən ki, ya qarşılaşırsan da ictimai nəqliyyatdanmı və yaxud da hardasa danışanda görürsən ki, səsindən tanıyırlar, deyirlər, sən osan. Misal üçün o dediyiniz o layihədə orada mənim səsim də var idi, özüm də Bəli, aparıcı idim. tamamilə. Və çox adam misal üçün elə bilirdi ki, mən orada işləyirəm də. Hərçənd ki, mən 5 ildir artıq orada deyiləm, amma o silsilə indiyə qədər gedir deyə ona görə çoxları elə bilir. Bundan da başqa mən bir dənə də layihə işlədim də və çox sevirəm o layihəni. Bu adalardır. Xəzər adaları, Xəzər dənizində 52 ada var və onlardan 34-ü artıq real ada statusundadır da və biz bu silsiləni də elədik və mən çox xoşbəxt idim. Baxmayaraq ki, son dərəcə çətin bir layihə idi. Bəli, olurdu ki, bəli, ağır avadanlıqla biz sinəyə qədər suya girirdik və avadanlıqları çiynimizdə daşıyırdıq. 4 kilometr, 5 kilometr yolu avadanlığı çiynimizdə ayaqla biz adanın bir başından o bir başına gedirdik. Amma son nəticədə belə insanın içərisinə bir təmizlənmə gəlirdi də orada da. Mən Xəzər dənizinin nə qədər şəffaf olduğunu oralarda görmüşəm. Mən Xəzər dənizinin nə qədər möhtəşəm olduğunu, onun rənginin nə qədər zəngin olduğunu bax oralarda görmüşəm və biz həm də çox faydalı olduq. Bizim o layihə deməli bizim sərhəd xidmətinə də çox faydalı oldu. Bizim xarici dövlətlərlə bu sərhəd münasibətlərində bizim o filmlər silsiləmiz çox gərəkli oldu. Yəni bəzi ölkələr ki, hansı ki bizim sərhədləri tanımaq istəmirdilər və yaxud da tanımağı düşünmürdülər və bu bizim bu silsiləni göstərdikdə biz orada dron avadanlığından da istifadə eləyirdik və s. O görüntülər onlar üçün əyani sübut olurdu ki, bəli, bu Azərbaycan ərazisidir. Məhz bu nöqtədən etibarən misal üçün sərhədi hesablamaq olar. Bu baxımdan da həm ölkəmiz üçün həm belə faydalı olduq, həm də bir növ National Geographic stilində də, yəni bu dünya standartlarına çalışırdıq uyğunlaşaq. İndi nə qədər uyğunlaşmışıqsa ona tamaşaçı deyir. Keçək filmlərimizə, Elvin, və seriallarımıza. Mən bildiyim qədər sizin 2 serialınız var. Əli və Nino və Qağayı serialı. Və 3 tam metrajlı filmimiz var. Bunlardan biri mən bildiyim qədər Əli və Ninonun necə deyirlər, müəllif versiyası, yəni rejissor versiyasıdır. Biri o tərəfi Kölgədir, biri də Qul filmidir. Qul filmidir. Qul filmi çox belə yaxşı reytinq qazandı. Neçənci ildə çəkmişdiniz? 24-cü ilin buraxılışıdır. 2024-cü il. Demək olar ki, təzə filmdir. Bəli, təzə filmdir. Biz kinoteatrlara çıxdıq. Kinoteatrlardan sonra bir dənə festivalda oldu. Çox yaxşı qəbul olundu. Hansı festival? Kazan festivalı. Kazanda, Qızıl Minbərdə olmusunuz. Bəli. Mən də o festivalda olmuşam 2 dəfə. Olmuşuq orada və orada da çox yaxşı belə Müsəlman filmləri festivalıdır. Çox maraqlı, çox da yaxşı qəbul olunmuşdu. Bəli. Və belə də cəmiyyət arasında mən gördüm ki, o filmə çox belə reaksiya var. Yəni ən azından YouTube platformasında 700 mindən 800 minə yaxın tamaşaçı baxdı buna. Və keçək digər bir serialımıza və yaxud filmimizə. Bu çox mübahisəli bir mövzuda olan, yəni bu əsər daima mübahisə bir mövzusudur, Əli və Nino. Necə oldu bunu çəkmək, ekranlaşdırmaq qərarına gəldiniz? Ümumiyyətlə, onun tarixçəsi çox böyükdür. Çoxları ümumiyyətlə məni artıq oradan o kimi tanıyır da. Misal üçün bir çox Elvin rejissorlar var da. Amma Elvin, Əli və Nino deyəndə artıq hamı dəqiq bilir ki,
söhbət artıq məndən gedir də. Əli Vəliyev mənim həyatımda çox önəmli bir elə bil atom nüvə silahı Partlayış. kimi partlayış oldu da. Yəni o roman mənim həyatımı dəyişdirdi. O roman məni Azərbaycanlı ilə, zaten mən Azərbaycanlıyam Təbii. da, amma yəni məni Azərbaycanlı olaraq özümü tanımağıma kömək elədi. O roman ilk dəfə mənim əlimə düşəndə mən başa düşdüm ki, bu elə sanki elə bil bunu mən yazmışam, bunu Yusif yazıb, bunu hər hansısa bir Azərbaycanlı özünü yazıb. sırf Azərbaycanlı hiss eləyən bir insan da. Çünki bu dərəcədə sənədli müstəvidə də belə dokumental hadisə kimi bunu oxumaq ümumiyyətlə bu çox çətin bu mənim üçün çox təəccüblü idi ki, bu adam həm də mühacirətdə idi və mühacirətdə yazıb. Söhbət 3 ad orada hallanır və mən ona görə mən mübahisə etdim ki, daim bu əsər mübahisə mövzusu olur. Mən əvvəl belə düşünürdüm ki, müəyyən bir qısqanclıq da var idi. Qurban Səid var idi. Qurban Səid kim idi? Çəmənzəminli və bəziləri deyir ki, o Yahudi mənşəli idi, bəziləri deyir, mən də bir Azərbaycanlı olaraq, yəni bu torpağın övladı olaraq içimdə müəyyən bir qısqanclıq yaranırdı ki, nədən bu dərəcədə, yəni bizim Azərbaycanlılar haqqında ikinci bir roman olmadığı çünki halda bunu ancaq Azərbaycanlı yaza bilər. Bəli, mən bunu belə düşünürdüm və əvvəl də çox belə qısqanclıq içində olduğu halda sonradan mən fikirləşdim ki, fərqi nədir? Misal üçün mən hər hansısa bir işi görmüşəm və mən istəmirəm ki, mənim adım hər hansı bir ad kimi, tutalım Elvin kimi tanınsın və mən özüm öz adımı Qurban Səid qoymuşam və bu zaman kimliyindən fərqi kimliyindən asılı olmayaraq da bu adam Azərbaycanlıdır. Bu adam deyir ki, mən Azərbaycanlıyam. Çünki orada Azərbaycan, bu əsərdə Azərbaycan təbiəti, Azərbaycan insanının təbiəti hiss olunur. Çox maraqlı əsər. Ümumiyyətlə mən onu deyim ki, çoxları belə düşünür ki, bu sevgi romanıdır və bu melodramadır. Mən əslən bununla razı deyiləm. Zaten fikirləşirəm ki, bu roman Azərbaycanlıların soyqırımı haqqındadır. Razıyam. Bu hekayə müsəlman kişinin xristian qadınına aşiqliyi haqqında deyil. Müsəlmanın xristian dünyasına aşiqliyi haqqında deyil. Ümumiyyətlə Əli və Nino romanı və Əlixan Şirvanşir öz-özlüyündə bütün bu çərçivələri dağıdır. Heç bir çərçivəyə sığmır. Yəni sərhədsiz bir dünyadır. Mən hətta bu romanın ikinci adını sərhədləri silinən məkan kimi adlandırıram. 1920-ci ildə elə bir soyqırım olub ki, elə bir xalqın başına bəla gətirilib ki, o vaxta qədər də o tamamilə silinib. Yəni artıq bu xalqı silmək tarixin çalışıblar silsin. Bəli, tamamilə doğrudur və bu müstəvidə mən fikirləşirəm ki, bu cür qəbul eləmək olar. Çünki Əlixan Şirvanşir romanda da belə deyir 8 gün ömrü qalmışdı və Əlixan Şirvanşirin ömrü ilə Azərbaycan Demokratik Respublikasının sanki bir süqutu baş verdi də. Bu bir simvolik olaraq 1920-ci ildə bu hadisələr. Sonuncu bilirsiniz də Gəncə körpüsündə həlak olub Əlixan Şirvanşir. Bu da tarixi faktdır. 4 iyunda Gəncə körpüsündə çox qanlı bir belə döyüş olub və orada demək olar ki, Azərbaycanlıların yer üzündən silinməsi bir soyqırım faktı. Əlbəttə qəsdən həm bolşeviklər, həm ermənilər, yəni bir çox yəni ölkələrdən müdaxilələr olurdu. Bu erməniləri necə dilə vermişlər qabağa və bolşeviklərin adı altında, yəni bunlar böyük soyqırımı o vaxta qədər də soyqırımlar vardı 1905-ci ildə, 18-ci ildə, yəni digər illərdə və bu pik həddi gəldi çıxdı 20-ci ilə. Bəli, və Əlixan Şirvanşirin belə bir sözü var. Biz o nəsilik ki, hansı ki qurban gedir.
biz o nəsilik ki, kimlərsə öz arasında dünyanı bölür və biz də bu bölünən dünyanın qurbanlarına Necə deyirlər, iki daşın arasında. Bəli. Belə bir şey var idi. Baş rollara kimlər çəkildi? Yəqin təvazökarlıqdan kənarda. Yox, deyil. Mən elə belə bu sualı vermirəm. Əlixan Şirvanşiri mən özüm oynamışam. oynadınız. Nino Kipiyanini Nigar Həsənzadə oynayıb. Çox sevdiyim aktyor var, Ayşad Məmmədov və fikirləşirəm ki, Azərbaycan kişi Böyük potensialı malik nümunəsini ən yaxşı bir formada Əli və Ninoda o göstərə bilib Ayşad Məmmədov. Toğrul Rza Seyid Mustafanı oynayıb orada. Rövşən Məmmədov orada İlyası oynayıb. Çox istedadlı o vaxtı gənc aktyorumuz, indi də artıq yəqin çoxların tanıdığı Əlibəy Məmmədli, Nicat Kazımov. Fikirləşirəm orada son dərəcə maraqlı bir erməni obrazını yaradıb və əvvəlcə onu tamaşaçı da sevir, bəyənir və çox maraqlı bir erməni xislətini sonradan o göstərə bilir orada. Çəkilişlər nə qədər çəkdi? Çəkilişlər bizdə çox maraqlı oldu. Biz əvvəl filmi başladıq, sonradan bir sıra problemlər səbəbindən biz filmi dayandırmalı olduq və o dayandırdığımız müddətdə o filmin ümumiyyətlə olub olmama və taleyi və müqəddəratı həll olunurdu və son nəticədə artıq belə bir qərar idi ki, bu film ümumiyyətlə istehsalatdan çıxarılsın, yəni çəkilməsin. Yəni amma biz bir hissəsini artıq çəkmişdik. Sonradan mən özüm belə bir təşəbbüs göstərdim ki, madam ki bunun maliyyəsi alınmır, mən deməli özüm bunun maliyyəsini tapmalıyam və ondan sonra yenidən biz bərpa elədik çəkilişləri. Çəkilişlərin Çətin bir proses. çox çətin bir proses yaşadıq. Bəli. Ondan sonra mən İranda davam elədim. Yeri gəlmişkən çox istedadlı bir operatorumuz var. Bu filmi çəkən operatorumuz Həmid Mehrəfruzdur. Bizim Cənubi Azərbaycanımızdır. Bəli. Və o özü bir çox beynəlxalq festivalların laureatıdır. Çox görkəmli İranın operatorlarından biridir və çox böyük bir fədakarlıq göstərdi o adam və özü yaxından iştirak eləyərək demək olar ki, təmənnasız bu işin ərsəyə gəlməsində kömək oldu. Eyni zamanda mən bəstəkarın adını çəkməyə bilmərəm. Bizim görkəmli bəstəkarımız Cavanşir Quliyev demək olar ki, təmənnasız bu musiqiləri yazıb və fikirləşirəm ki, hətta İngilis versiyasındakı Əli və Ninonun bəstəkarından baxmayaraq ki, dünya şöhrətli bəstəkardır və mənim də sevdiyim bəstəkarlar sırasındadır. Amma Əlixan Şirvanşirin ruhunu və Əli və Ninonun ruhunu, ümumiyyətlə Azərbaycanlı ruhunu yəqin ki o və fakt da odur ki, Cavanşir Quliyev kimi göstərə və aşkarlaya bilməmişdi. Ümumiyyətlə bilirsiniz belə bir məqam var da, elə necə deyirlər, dəyərlər var ki, hər bir millətdə də onu necə deyirlər, mən rasist deyiləm və heç bir millətin əksinə deyiləm, amma onu gərək həmin millətdən olasan ki, duya biləsən də. Yusuf, tamamilə doğru. Bax, məsəl üçün bizim muğamımız da demək olar ki, bizim necə deyirlər, milli mətbəximizdir, musiqilərimizdir, bu necə deyirlər, oğurlanılır hardasa. Yeganə bir dənə musiqimiz var ki, onu heç kəs oğurlaya bilməz, o da muğamdır. Mümkün deyil. Ona görə deyirəm ki, yəni bundan ötürü gərək Azərbaycanlı olasan. Həmçinin də bax bu filmdə olan musiqidən əgər söhbət gedirsə, təbii ki, Azərbaycanlı olmalısan ki, bunun öhdəsindən. Tək musiqi yox. Mən ümumiyyətlə fikirləşirəm ki, rejissor da belə coğrafiya çox önəmlidir. Coğrafiya çox vacib bir faktordur da. Yəni mən harda doğulmuşam. Misal üçün də mən Azərbaycanlıyam, amma Sovet dönəmində dünyaya gəlmişəm və mənim valideynlərim bu cür düşünürdülər ki, mən nə qədər çox Rus mədəniyyətini tanısam və Rus ədəbiyyatını daha çox yaxından tanısam, mən daha dünyəvi olaram və həqiqətən də
bu belə oldu. Yo, Yəni onun mən bu Azərbaycanlığı musiqini heç bir- və mən davam eləmək Bəli. istəyirəm, sonuna Bəli. gətirmək istəyirəm. Misal üçün mən rus musiqisini, rus ədəbiyyatını demək olar ki, elə bir artıq müəllif yoxdur ki, mən onu tanımayım da və yaxından da bilməyim. Amma son nəticədə yəni Çaykovskini də mən əlbəttə ki, analiz eləyə bilərəm. Necə istəyirsiniz onu Bəli. daxilən, ruhən də onu aşkarlayıb tapa bilərəm. Amma Üzeyir bəyin musiqisini mən içimdə hiss eləyəndə, yəni hər Fikrət Əmirovun musiqisini hiss eləyəndə mən başa düşürəm ki, mənim sümüyümdə, mənim iliyimdə məhz bu səslərdir də və bu danılmazdır da. Mən nə Bəli. qədər də o dünyanı öyrənsəm də, yenə də son nəticədə mən İvan, Andrey, John, George və yaxud da belə Akira Kurosawa ola bilmərəm də. Təbii. Mən Azərbaycanlıyam. O səbəbdən də hesab eləyin ki, məni rejissor olaraq Çin dəvət eləyir və Çin etnosu haqqında bir film çəkməyi mənə həvalə edir. Bu mümkünsüz bir şeydir də və Azərbaycanlı etnosunun da, Azərbaycanlı tarixinin də, Azərbaycan tarixini də yalnız Azərbaycanlı düşüncə. Bu halda bu müstəvidə mən fikirləşirəm ki, rəssam da gəlmə ola bilər, operator da gəlmə ola bilər, hətta senaristlər də gəlmə ola bilərlər. Amma o düşünən beyin ki var, rejissor beyni. O mütləq şəkildə o coğrafiyadan olmalıdır. Bu bir mənalıdır. Sözünüzün qüvvəti, Elvan, əgər Azərbaycan kinematoqrafının ilkin devrinə baxanda, söhbət 1898-ci ildən 1937-ci ilə qədər olan devri biz götürsək, fikir verirsə nə qədər filmlər çəkildi də, Aşım Alalan çəkildi, Qız Qalası çəkildi, bir çox filmlər var idi, amma Azərbaycanlı olmadı. Rejissorlar Azərbaycanlı deyildi. Allah rəhmət eləsin, məsələn, Cəfər Cabbarlı və digər nasirlərimiz o devirdə məsələni qaldırdılar ki, Azərbaycan haqqında, yəni Azərbaycan filmi çəkməkdən ötürü öz mütəxəssislərimiz, Azərbaycanlı mütəxəssislərimiz olmalıdır. Mən sizinlə tamamilə razıyam. Keçək Qul filminə. Bu film də çox maraqlı bir filmdir. Mən istəyərdim bu film barəsində biraz danışasınız. Neçənci ildə çəkdiniz bu filmi? 2024-ün buraxılışı oldu. Əslində biraz əvvəl çəkilmişdi o film. Yəni biraz əvvəldən başlanmışdı. Pandemiyadan sonraki dövrü artıq bir il sonraki dövrdə başlanmışdı. Bu filmdə də çox maraqlı aktyor heyəti var. Xalq artistimiz Pərviz Məmmədrzayev orada oynayır. Nicat Kazımov yenə orada oynayır. Başqa bir ampluada görünür. Nigar Həsənzadə də orada oynayır və bu filmdə öz sonuncu rolunu oynamış Rəşid Səməndər də var. Allah rəhmət eləsin. Allah ona rəhmət eləsin. Biz paralel oxuyurduq universitetdə. Fikirləşirəm ki, o böyük bir qranitdir. O elə bir nəhəng bir qranit idi. Dünya səviyyəli aktyor idi. Çox gözəl səsi var idi. Səsi gözəl idi. Aktyor potensialı belə axın, belə kaskad axınla olan, yəni nəhəng bir qranit idi də. Onun atasına Allah rəhmət eləsin, Səməndər Rızayevə indi onunla belə iş təcrübəsi yaşamamışam və ancaq onu ekranlarda görmüşük də. Yəni o artıq dünyasını da gənc yaşlarında dəyişdi. Onun nə qədər istedadlı olduğunu biz ekranda görürdük. Amma Rəşidin nə qədər istedadlı olduğunu mən real göz qarşısında görürdüm və məşqlərdə, onunla mən bir tamaşa da işləmişdim, Möhtəşəm Günəş, İrəvan Dövlət Azərbaycan Dram Teatrında və fenomenal istedada malik bir insan idi. Təəssüf ki, biz onun dəyərini sona qədər bilmədik. Bu filmdə son dərəcə möhtəşəm bir ifası var və çox təəssüf edirəm ki, onun sonuncu roludur. Allah rəhmət Bax belə. Nədəndir Qul filmi? Bu ümumiyyətlə bir insanın digər insanın özünün razılığı olmadan istifadəsindəndir. Mənim qəhrəmanım çox vaxtı ilə çox istedadlı bir insan olub və çox məşhur bir idmançı perspektivi olan bir insan olub da bu adam
və sadəcə taleyi belə gətirib ki, bu adam həyatının bir mərhələsində travma alıb və cəmiyyət üçün heç kim olub. Və bu heç kimindən istifadə eləyənlər düşünmürlər ki, yəni heç bir məsuliyyət daşımadan onu istifadə eləyə bilirlər də və bilirlər ki, buna görə heç bir cəza almayacaqlar da. Filmin ssenarisi kimə məxsusdur? Elvin Özünüzə məxsusdur. Hə, laf yaxşı. Maşallah həm aktyor kimi, həm rejissor kimi, həm prodüser kimi, həm ssenari müəllifi kimi, yenə bayaqları dediyim kimi yaradıcı insan elə hər bir işdə yaradıcıdır. Ümumiyyətlə belə hətta teatrda da başlayandan da mənə bəzən belə soruşurlar ki, sən nə edirsən də o 22 metr hündürlüyə Kalasnikə qalxırsan və yaxud da aşağı niyə düşürsən? Sən ayıb deyil, sən rejissorsan. Sənin orada nə işin var da? Deyirəm ki, heç vaxt ayıb ola bilməz. Mən o Kalasnikə özüm düşməsəm, mən oradakı adamın və yaxud da ora mən yuxarı özüm qalxmasam, mən oradakı adamın vəziyyətini bilə bilmərəm də. Təbii. Yəni mən onu özüm tanımalıyam. Və yaxud da mən montajı bilirəm də. Filmi çox vaxt özüm də montaj eləyirəm və yaxud da montajyorla bahəm eləyirəm də. Mən deyirlər ki, sən nə edirsən? Da montajyor var da, montajyor bunların hamısını eləyəcək. Deyirəm, bəli, amma mən o sirləri bilməyincə, mən montajyorun həqiqi hissini, həqiqi yaşantılarını bilə bilmərəm də. Ona görə hamısını özüm eləməliyəm. Özüm oynaya da bilirəm. Yəni aktyora lazım olsa özüm yerinə oynaya da bilərəm. Nə lazımdırsa mən bunların hamısını bilməliyəm. Bu düşünürəm ki, rejissor üçün çox vacibdir. Bəstəkar bunu bilməyə bilər. Aktyor bunu bilməyə bilər. Montajyor üçün də vacib deyil bu şeyləri bilsin. Amma rejissor üçün bütün bu departamentləri, bütün bu şöbələri bilmək vacibdir. Bilirsiniz, mən sözünüzlə razıyam. Belə, yəni rejissorlar arasında belə bir fikir var ki, və bu doğrudan da belədir ki, rejissor yeganə şəxsdir yaradıcı qrupun içində o əsəri əvvəldən sona qədər beynində görür. Mütləq. Yəni ona görə də hər bir o yaradıcı şəxsi o işləyəcək, yəni kino və teatr belə bir sahədir ki, bu kollektiv sənətdir. Baxmayaraq ki, rejissorun fikri həyata keçirilir, yəni onun ideyası həyata keçirilir, amma o hər bir mütəxəssislə onun öz dilində danışmağı az da olsa bacarmalıdır. Bəli, geyimdir, hətta geyimin tikilişinə belə. Grimin cizgilərinə belə, kölgəyə belə, operatorun kompozisiyasının qurmasına belə qədər vacibdir rejissorun iştirakı. Elvin, təşəkkür edirəm sizə. Çox sağ olun ki, studiyamıza gəldiniz. Mən də çox təşəkkür edirəm. Sizin kanala təşəkkür edirəm. Şəxsən sizə təşəkkür edirəm. Bu yaradıcı heyətə ki, hansı ki ekranda indi görünmür, amma indi onları biz kadr arxası onlar zəhmət çəkirlər, montaj eləyirlər. Onlara da hər birinə təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsınız və ən əsası da çox müsbət aura var da burada indi. Çox müsbət enerji var. Bax, buna görə çox təşəkkür edirəm. Çox sağ olun. Son olaraq tamaşaçılarımıza bir daha bildirmək istəyirəm ki, studiyamızın qonağı rejissor Elvin Mirzəyev idi və bu verilişdən sonra biz Elvin Mirzəyevin Qul filminə baxacağıq və yaxın müddətdə onun ekranlaşdırdığı 4 seriyadan ibarət Əli və Nino serialını TV1 kanalında baxacaqsınız. Görüşərik.